Sabahınız xeyir olsun kızlar. Hər vaxtınız xeyirli uğurlu açılsın. Bugün günlərdən neçənci gündür? 3. Qoy kişi. Qoy oğlan geçsin. Səhər-səhər. Bugün oğlum dərsə getmir. Qızımı mən aparıram dərsə. Buradakı xanımlar gəzirlər. Səhərlər. Necəsiz, neyinirsiniz? İnşallah hər biriniz yaxşı olasınız. Mən də qızımı qoyum dərsə, ondan sonra evə gedim. Bir-iki dənə işim var. Çörək xəmini hazırladım. Sonra saat 10-da 11-ə işləmiş çıxacam. Gedəcəm Həzə Aslanova. Orada bir dənə çanta var idi. Həməsi. Həməsi sən onu belə. Ayda yemək də yoxdur. Pissədik, korm almaq lazımdır, quru korm. Can. Kuzu eliyle üstüne sürtmesin. Ha. Şu, Nəzrin üzgün. Saat ağlayacaq. Ha. Gedim onu, çantanı. Al da korum. Korum, baxaram ha. Quru kormla almaq lazımdır. Nə götürmə, yəni bir dənə kokoro götür. Və belə. Gedək yavaş-yavaş. Gedim çanta alım. Məndə çantalar var, amma çoxdanın çantalardır. Bir dənə çanta var. 2-ci sinifdən, qızımın 2-ci sinifdən alınmışdı. O da artıq Fencin çantasıdır. O artıq uca öz şeyini itirib, necə deyirlər, öz çanta vidini itirib. Sonra karişnimi var məndə. Nə fasonda gedir o karişnimi? Halqa kimi belə interesli fasondadır. Onun da içi, sumkanın içi, zamok tərəfi biraz yaxşı vəziyyətdə deyil. Bir dənə yaşıl çantam var, yekə. Onu da ki, gündəlik daşımaq olmur. Çox böyükdür. Heç mən o sumkanı o boyda yekəliyində alanda. Ya bala deyib o elə, balacadır. Hansı ağılın o çantanı götürmüşdüm mən bilmirəm. Amma indi gedəcəm, istədiyim çantanı götürəcəm. Artıq çantamı aldım, gedirəm evə. Geldim. Əslində deyirdim çəkim sizlə. Amma nəsə alınmadı. İndi ben yolu keçək. Geçen güneş çıxıb, istidir. Ben de qalın kurtka giymişəm, jaket giymişəm. Yolka da başlayıblar qurumağa. Kızlar, geldim eve. Göstereyim size ne aldım özüm için. Çoxdan da axtarırdım. Axır ki istədiyimi tapdım.
Həmin mağazinə çox girib çıxmışam, çox girmişəm, çıxmışam. Yəni istədiyimi seçirdim. Yəni bir dənə. Ümumiyyətlə bilirsiniz, mənim xəssiyyətim biraz belədir ki, yəni kənardan baxsam, əgər bir dənə nə isə gözüm tutdu, onu almalıyam. Yəni çoxdandır çanta almırdım. Özümə yeni il hədiyyəsi elədim. Göstərim sizə. Bu da mənim çantam. Çox yumuşaqdır. Əl vurursam pambıq kimidir. Çoxdan axtarırdım. Şükür ki, axtarıb tapdım. Arxası da baxın belədir. Bunu istəyirsən böyük, istəyirsən bax, istəyirsən belə daşı, istəyirsən belə. Yəni gündəlik üçün mənim üçün çox xoşuma gəldi. Super bir şeydir bax. Arxası budur. Qabağı isə budur. İçərisini də göstərim sizə. Belə açılır. Bir dənə cibdə artıq kaşlokumu qoymuşam onun içərisinə. Belə qoyursam, yəni içərisində də belə, yəni A klassdır da, yəni. Baxın, belə bir şeydir. Mən görsəndə yoxsa yox. İşığı yandırdım ki, belədir. Gördünüz də yəqin ki. Burada da etiketi də var. Yenə də. Çox ürəyimə yatdı. Çoxdan axtarırdım, axır ki tapdım. Çox var, çantalar çoxdur, amma hamısı da belə qutu kimidir. Mən gərək çanta alanda gərək əlimi vurum, toxunum o həmin çantaya. Əgər xoşuma gəldisə, yaxşıdır. Məsələn, bu cüzdanı axtarırdım. Yəni bunu, yəni başqa cüzdan yox idi deyə mən bu cüzdanı götürdüm. Bunu da neçə almışdım? 12 manata deyəsən almışdım. Təzəlikcə almışam. Bəlkə də bir ay olar. Sadəcə olaraq göstərməmişdim. İndi inşallah bu çantanın, görüm əgər qismət olsa bu çantanın cüzdanını alaram. Ya baxacam da, ya alaram ya da almaram. Ya da ki bunu işlədərəm. Belə. İndi mən yeməyim var, rahatam. Çörək xəmirini qoydum. Tavaya biraz kündəyə gəlsin, özünə gəlsin, tutsun. И все. Belə. Bunu qoyuruq bunun içərisinə. Yəni gündəlik çanta, ancaq kaşlyok, telefon və salam. И все. Belə. Yəni bunun ağ rəngi də var idi. Bir dənə ağ rəngidir, bir dənə qara idi. Qaranı da mən götürdüm. Ağda durur, ağda qəşəngdir. Bir dəfə də yay üçün alacağım. Çünki yay sumkamda yoxdur. Cırılıb. Cırılmayıb, dərisi gedib. Onu mən 35 manata almışdım. Amma bunu bilmirəm. Deməyim. Bilməm. Gəlin deməyim. Bunun səhifəsini ataram. Baxarsınız. Və belə. İndi qızlar başlayıram vulkanı hazırlamağa. Günlər biraz gəzdim, elədim, çantamı aldım, sevindim, biraz dincəldim. Uşaqları getdim, götürdüm, gəldim. Uşaqlar deyəndə ki, təkcə qızımı. Getdim, götürdüm, gəldim. Biraz dincəldimdən sonra indi isə axşam qalxdıq. Hava artıq qaralıb. İndi istəyirəm bulka eləyim. Ləyəni qoydum qabağıma. Burada bildirçin yumurtalardır. Hamısını gözə yarı eləyəcəm. Burada duru yaxdır. İndi lazım olsa yenə ala biləcəm. İndi süt də götürəcəm. Sonra su, duz, maya. Maya deməli bu mayadan götürürəm. İndi mən hamısını hazırlayım, sonra yenə görüşək. Birinci gəlin unu tökək. Yenə hamısını gözə yağı əlavə eləyəcəm. Məndə belə deməli belə 500 qramlıq stakançıqım var. Ondan tökəcəm. 1 2 3. Amma bunun resepti mən sizə deyə bilməyəcəm.
Çünki hamısını gözə yara eləyirəm. Elə. Bu qədər bəsdir məncə. Yoxsa birdən də eləyim. Bəsdir belə. Daha sonra südlə suyu gətirim. Hə qızlar, baxın gətirdim demək. Nələr qoydum bura, onu sizə deyim. Qaşıq da götürün. Burada hiç bilmem ne. Burada belki de 2 kilo var. Unu olar. Burada 2 stəkan yarım sütdür. 2 stəkan yarımdaki sudur. Töktüm hamısını bir ne deyirlər buna? Bir qabın içərisinə. Burada stəkan yarım şəkər tozudur. Çünki bunu axıra kimi doldurmamışam. Onu boşaltsaq olacaq stəkan yarım. Burada demək 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 ədəd yumurta. Bunlar xıra olduğu üçün elbette 2 dənə yumurta olar da vurmaq. Burada da yarım stəkan duru yağdır. Yarım stəkan duru yağdır. Axırda da yenə vuracağım. Duz. Quru maya, bunu hamısını əlavə eləyəcəm. Bir də kişmiş. Bu qədər kişmişdir. Yumuşam. Suda saxlamışam ki yumuşalsın. Onda yaxşı olur. Demək, birinci başlayırıq. Bismillah deyirik, başlayırıq. Belə eləyirik. Duz əlavə eləyirik. Biraz duz. Bıçaq götürün. Yumurta əlavə eləyək. Xəzər şəkər tozunu pesokun südün içərisində də tökmək olar. Deməli, dediyim kimi hələ yumuşam, elə qabları yığmamışam. Bir də onları eləmək lazımdır. Sabahları inşallah gün ortaya bozartma eləyəcəm. Bu gündən çıxartdım, artıq buz açılıb, indi suya qoyacağım. Bu kişmişdir. Bu da ki, nə kullanılmasıdır. Oğlum, qabları yer belirləmək lazımdır. Tak, biraz xəmir yayıldı. İndi kişmiş əlavə eləyəcəm. Düzdür, biraz çətin olacaq. Bol-bol kişmiş əlavə eləyirəm. Onda lap dadlı olsun.
boyda bəsdir, yoxsa biraz yekə eləyim? Belə yaxşıdır. Qatlar bilinsin. Qatları. Onda biraz yağlayaram hə, ortasına ki belə eləyəndə şey kimi qoğal kimi biraz şey olsun. Baxın belə. Mən də elə bilirəm. 6 ilə çəkilir. Sən demə 1 ilə də. Bu niyə açıldı? Çox bliski çəkdi. Baxın, belə bir şey elədim. Bu ekranda çox belə aralı görsənir. Fikir versən. Mən də telefonumu gətirirəm. Bunları belə eləyək. Bura bir dənə də yerləşər. Buraya da qoymuşam. Şişimlər. Onu kəs də qızım. Gör kəsə bilirsən. Volkanı koydum. Köftəyi orada pişir. Əti koydum pişməyə. Şimdi bir daha soğudacağım. Üzerini de sileyim. Ucum oldu. Təzə gəlin. Tərtəmiz oldu. Şimdi gedək bunları da sərim paltarları. Bayaqdan düşdü. Gözəl bax. Tak baxaq. Ya Allah. Aa, nə qəşəng qızarıb. Belə. Bunu tez bağlayayım. Burada nə qoysam yaxşıdır. Bunu yumaq lazımdır. Hə, bunu da oradan bunu yumaq lazım. Belə. Все, bunu da axırıncı listi. Bunda yumurta vururuq və üzərinə darçınlı pesok. Bayaqlarda darçınlı pesok vurdum. Şey, bulkalar hazırdır. Bu yapışır ki. Nədir, bulka üçün gəlmişsən? Yaxşı da. İsti.
ampul kimi işıq yandırır. Baxın, alt hissəsi belə, üst hissəsi belə. Geçən də yapışmayıb, çox elə də alta. Evdəkilər hamısı bulka gözləyir, qızımdan başqa. Mən birdən də əvvəl bulka elirdim. Bulka Cinnabon superdir. O da darçındır. Çox qəşəng bulkadır. Gəl bir dəfə hazırlayayım ondan. Bulkanı südlə yeyəsən. Qəşəng dadlı olur onda. Qablardakı qoyacağım istaha. Səhərə kimi qalarlar. Səhərdə yuvarım. Neçədən alındı? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 li. 17 ədəd burada. Orada da yəqin 17 ədəd oldu. Onu sayarım. Kimdən kimi elə hazırlayanda sayır ki, baxsın nə qədər çıxıb. Burada deyəsən 2 kilo un idi. Ama siz nə qədər istəyir gözə yarı eləyə bilərsiniz.